Pandemiyada fəaliyyəti dayandırılan bu stansiyada yenidən qurma işləri görülüb və xidmətin keyfiyyəti müasir standartlara çatdırılıb. Bugün isə stansiya ilk olaraq rəmzi qatarını qarşılayıb. Sabahdan isə müntəzəm qatarlar fəaliyyətə başlayacaq. 6 illik fasilədən sonra bugün Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Kürdəmir stansiyası yenidən fəaliyyətə başlayır. Qatar tam dayanmadan və dolaşma qadağandır. Bakı-Kürdəmir istiqamətində yola salınan bu qatarlar artıq rəmzi mərhələni geridə qoydular. Sabahdan etibarən isə Bakı-Kürdəmir istiqamətində müntəzəm qatar reysləri fəaliyyətə başlayacaq. Bu xəttin fəaliyyətə başlaması isə regionlarla paytaxt Bakı arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi deməkdir. Artıq sərnişinlər də rahat, təhlükəsiz bir alternativ nəqliyyat növündən istifadə edə biləcəklər. Sabahdan başlayaraq Bakı-Qazax, Bakı, Bakı-Balakən, Bakı, Bakı-Ağdam, Bakı, eləcə də həftə sonları və bayram günləri təyin olunan Bakı-Ağstafa, Bakı reysləri üzrə qatarlar Kürdəmir stansiyasında dayanacaq. Yenidən qurulan Kürdəmir stansiyasında müasir standartlara cavab verən ümumi gözləmə zalı ilə yanaşı VIP zal da sərnişinlərin xidmətində olacaq. Bakı-Kürdəmir istiqamətində biletlərin minimal qiyməti 11 manat 10 qəpik təşkil edir. Qatar 203 kilometr məsafəni 2 saat 11 dəqiqəyə qət edəcək. Stansiyanın istifadəyə verilməsi Kürdəmir və ətraf rayonlar üzrə ümumilikdə 300 mindən çox əhali üçün mobilliyi genişləndirəcək, həm paytaxtda, həm də ölkəmizin qərb və şimal-qərb bölgələrini, eləcə də Qarabağa müasir qatarlarla rahat, təhlükəsiz və sərfəli səyahət imkanı təqdim edəcək. 2025-ci ildə Mingəçevir stansiyası da təmir olunaraq istifadəyə verildi və hazırda bayram günlərində də ora Gəncə, Mingəçevir qatarları təyin olunur. Bizim üçün ən böyük, əhəmiyyətli bir hadisə 2025-ci ildə Ağdam avtovağzal və dəmir yolu kompleksi istifadəyə verildi və Bakıdan Ağdama qatarlar fəaliyyətə başladı. Azərbaycanın bütün regionlarını sərnişinləri üçün əlçatan etməyi hədəfləyən Azərbaycan Dəmir Yolları sərnişin daşıma xidmətinin davamlı olaraq yüksəldilməsi üçün pandemiyadan öncə mövcud olmuş marşrutları və stansiyaları mərhələli şəkildə bərpa edir. Artıq bölgədəki insanların da, əhalinin də Bakıya çıxışı daha da asanlaşır. Həmçinin Bakıdan üzü Kürdəmirə gedən vətəndaşlar qatardan istifadə edirsə, bu zaman yollarda da sıxlıq azalır. Qəzaların sayının azalmasına da müsbət təsir edir. Bakı-Kürdəmir, Kürdəmir-Bakı qatarının, sürət qatarının çalışması həm də kənd təsərrüfatı məhsullarının daşınmasına müsbət təsir edir. Məlumat üçün bildirək ki, bilet satışı bugündən başlayaraq Dəmir Yollarının rəsmi veb-saytı, ADY Mobile tətbiqi və Dəmir Yol kassaları vasitəsilə həyata keçirilir. Rəşad Vəkiloğlu, Nadir Cəlilov, Fidan Səfər, Space xəbər.